İranın ali lideri Ayətullah Əli Xameneyinin həlak olduğu hücum əvvəl bildirildiyi kimi gecə saatlarında deyil, səhər baş verib. BBC Amerika kivlərinə istinadən yazır ki, bir neçə ay ərzində ABŞ və İsrail İranın ali liderinin hərəkətlərini izləyib, yüksək vəzifəli İranlı rəsmilərin birgə görüş keçirəcəyi anı gözləyib və müəyyən edib ki, Xameneyi şənbə günü səhər Tehranın mərkəzində yerləşən binalar kompleksində olacaq. Bununla belə, izləmə zamanı istifadə olunan dəqiq üsullar məxfi olaraq qalır. New York Times-ın məlumatına görə kəşfiyyat məlumatı Mərkəzi Kəşfiyyat İdarəsindən daxil olub. Lakin birbaşa zərbənin həyata keçirilməsi üçün İsrailə ötürülüb. Bildirilir ki, qərar qəbul edildikdən sonra İsrail qırıcıları yerli vaxtla təxminən saat 09:40-da Tehrandakı binalar kompleksinə 30 güclü bomba atıb. Həmin vaxt Prezident Trump'ın Floridadakı iqamətgahında onun bir sıra yüksək vəzifəli rəsmilərlə birlikdə hadisələrin inkişafını izlədiyi vaxt idi. New York Times həmçinin qeyd edir ki, ABŞ və İsrail arasında vəzifə bölgüsü mövcuddur. İsrail İran rəhbərliyi ilə əlaqəli hədəflərə zərbələrə fokuslanıb, ABŞ isə hərbi obyektlərə yönəlib.